Salam əziz şagirdlər, necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Biz bugün sizinlə məchulun tapılması mövzusunu öyrənəcəyik. Əgər hazırsınızsa, dərsimizə başlaya bilərik. Dərsdə öyrənəcəyik. Məchulun tapılması, tapşırıqlar. Laləgilə 8 qonaq gəlməli idi. Buna görə də Lalə qonaqların sayına uyğun olaraq boşqabları süfrəyə düzmək istədi. 6 boşqabı süfrəyə düzdü. Daha sonra fikirləşir ki, daha neçə boşqabı süfrəyə düzməlidir. Amma sualın cavabını tapa bilmir. Buna görə də bizdən kömək istəyir. Əziz şagirdlər, gəlin bu mövzunu öyrənək və Laləyə kömək edək. Məchulun tapılması. Gəlin baxaq. 3 üstəgəl. Bu ədədi bilirsinizmi? Xeyr, bilmirik. Deməli, bu ədəd doğrudur. Məchul ədəddir. Bərabərdir 7-yə. Bəs toplamanın komponentləri hansılar idi? Doğrudur. Toplanan cəm idi. Deməli, 3 burada birinci toplanandır. Bəs ikinci toplanan hansı ədəddir? Bilmirik, məchul ədəddir. Deməli, bu məchul toplanan olacaq. Cəm isə 7-dir. Bu o deməkdir ki, biz bu misalda məchul toplananı tapmalıyıq. Məchul toplananı tapmaq üçün nə edirdik? Məchul toplananı tapmaq üçün cəmdən digər toplananı çıxmaq lazımdır. Yəni, biz 7-dən 3-ü nə etməliyik? Çıxmalıyıq. 7 çıx 3 neçə edir? Doğrudur, 4 edir. Deməli, məchul toplanan 4-dür. 3 üstəgəl 4 bərabərdir 7-yə. Gəlin indi isə bu misala baxaq. 9 çıx məchul ədəd bərabərdir 5-ə. Gəlin yadımıza salaq. Çıxmanın komponentləri hansılardır? Doğrudur. Azalan, çıxılan, fərq. 9 burada azalan, məchul ədəd çıxılan. Buna görə çıxılan adı necə olacaq? Məchul çıxılan olacaq. Fərq isə 5-dir. Bu o deməkdir ki, bu misalda biz məchul çıxılanı tapmalıyıq. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. Azalan 9-dur. Fərq isə 5-dir. Və onları biz çıxırıq. Bəli. 9 çıx 5 bərabərdir 4-də. Deməli, məchul çıxılan 4-dür. 9 çıx 4 bərabərdir 5-ə. İndi isə gəlin bu misala baxaq. Məchul ədəd çıx 7 bərabərdir 1-ə. Çıxmanın komponentləri azalan, çıxılan fərqdir. Məchul ədəd deməli azalanımız məchul azalan olacaq. Çıxılan 7, fərq isə 1 olacaq. Məchul azalanı tapmaq üçün fərq hansıdır? Bəli, fərqin üzərinə çıxılanı əlavə etməliyik. Deməli, fərq bizdə 1-dir, çıxılan 7-dir. 1-in üzərinə 7-ni əlavə etməliyik. 1 üstəgəl 7 neçə edir? Doğrudur, 8 edir. Deməli, məchul azalan 8-dir. Bəli, doğrudur. 8 çıx 7 bərabərdir 1-ə. Məchulun tapılması. Ədəd üçlüyünə uyğun məchulu olan 2 misal yazın və məchulu tapın. Gəlin baxaq. Əziz şagirdlər, burada bizdə tam ədəd 9-dur. 9 2 hissəyə ayrılıb. Bu hissələrdən birini biz bilmirik. Deməli, bu ədəd bizim üçün bəli, məchuldur. İkinci ədəd isə 2-dir. Sizcə, 2-nin üzərinə neçə gəlsəm 9 edəcək. Gəlin buna aid misal yazaq. 2 üstəgəl
məchul bir ədəd bərabərdir 9-a. Toplanan, məchul toplanan və cəm. Məchul toplananı tapmaq üçün nə etməliyik? Bəli, 9-dan 2-ni çıxmalıyıq. Yəni cəmdən digər toplananı çıxırıq. 9 çıx 2 neçə edir? Bəli, 7 edir. Deməli, məchul toplanan 7-dir. 2 üstə gəl 7 bərabərdir 9-a. Keçək, gəlin ikinci misal yazaq. Burada tam ədəd 9-dur. Sizcə 9-dan hansı məchul ədədi çıxsam, fərq 2-yə bərabər olacaq? Yazaq. 9 çıx məchul ədəd bərabərdir 2-yə. Azalan, məchul çıxılan fərq. Məchul çıxılanı tapmaq üçün nə etmək lazımdır? Bəli, azalandan fərqi çıxmaq lazımdır. 9-dan 2-ni çıxırıq. 9 çıx 2 bərabərdir. Bəli, 7-yə. Deməli, burada məchul çıxılan 7-dir. Məchulun tapılması. Rəfdə 6 kitab var idi. Ömər bir neçə kitab götürdü. Rəfdə 4 kitab qaldı. Ömər rəfdən neçə kitab götürdü? Gəlin baxaq. Deməli, rəfdə əvvəlcə neçə kitab var idi? 6 kitab var idi. Ömər bir neçə kitab götürdü. Biz bilirikmi Ömər rəfdən neçə kitab götürür? Xeyr, bilmirik. Deməli, Ömərin rəfdən götürdüyü kitabların sayı bizim üçün məchul ədəddir. Və kitabları götürdüyü üçün sizcə kitabların sayı artar yoxsa azalar? Bəli, azalar. Deməli, biz 6-dan məchul ədədi nə etməliyik? Çıxmalıyıq. Və beləliklə, rəfdə 4 kitab qalır. Bu da deməkdir ki, 6 çıx məchul ədəd bərabərdir 4-ə. Burada bizdə azalan, məchul çıxılan və fərq var. Məchul çıxılanı tapmaq üçün azalandan fərqi çıxırıq. Bəli, yəni 6-dan 4-ü çıxırıq. 6 çıx 4 neçə edir? Doğrudur, 2 edir. Deməli, məchul çıxılan 2-dir. Bu deməkdir ki, Ömər rəfdən 2 kitab götürdü. Əziz şagirdlər, biz artıq mövzu ilə tanışıq. Elə isə gəlin Laləyə kömək edək. Deməli, Laləgilə 8 qonaq gəlməli idi. Lalə 6 boşqabı süfrəyə düzür. Fikirləşir ki, daha neçə boşqabı süfrəyə düzməlidir? Gəlin baxaq. Deməli, Lalə 6 boşqabı süfrəyə artıq düzüb. Daha neçə boşqab süfrəyə düzməlidir ki, boşqabların ümumi sayı 8 olsun. Əgər süfrə bir neçə boşqab daha qoysa, süfrədəki boşqabların sayı neyniyər? Artar yoxsa azalar? Bəli, artar. Deməli, biz bu zaman toplama əməlindən istifadə edirik. Bəs neçə boşqabı süfrəyə düzməlidir? Bilirikmi? Xeyr, bilmirik. Deməli, bu ədəd bizim üçün məchuldur. Və nəticədə süfrədə neçə boşqab olmalıdır? Bəli, 8 boşqab olmalıdır. Deməli, biz burada məchul toplananı tapmalıyıq. Məchul toplananı tapmaq üçün cəmdən digər toplananı çıxırıq. Yəni 8-dən 6-nı çıxmalıyıq. 8 çıx 6 neçə edir? Doğrudur, 2 edir. Deməli, məchul toplanan 2-dir. Bu o deməkdir ki, Lalə süfrəyə daha 2 boşqab qoymalıdır. Əhsən sizə. Tapşırıqlar. Boş xanalarda hansı ədədlər olmalıdır? Əziz şagirdlər, videoya fasilə verərək tapşırığı özünüz həll etməyə çalışın.
Gəlin indi isə tapşırığın həllinə birlikdə baxaq. Burada azalan 8, çıxılan nə olduğunu bilirikmi? Xeyr, deməli bu çıxılan məchuldur. Fərq isə 5-dir. Məchul çıxılanı tapmaq üçün azalanla fərqi nə edirik? Doğrudur, çıxırıq. Yəni 8-dən 5-i çıxacağıq. 8 çıx 5 neçə edir? Doğrudur, 3 edir. Deməli, 8 çıx 3 bərabərdir 5-ə. Keçək digər misala. Burada azalan, bəli, məchuldur. Çıxılan 3, fərq isə 4-dür. Məchul azalanı tapmaq üçün nə etməliyik? Doğrudur, fərqin üzərinə çıxılanı əlavə etməliyik. Yəni, 4 üstəgəl 3 neçə edir? Bəli, 7 edir. 7 çıx 3 bərabərdir 4-ə. Keçək digər misala. Burada da azalan məchuldur. Çıxılan 0, fərq isə 7-dir. Məchul azalanı tapmaq üçün 7 üstəgəl 0 edəcəyik. 7 üstəgəl 0 neçə edir? Bəli, 7 edir. Yəni 7 çıx 0 elə 7-dir. Keçək digər misala. Azalan 10, çıxılan məchul ədəd, fərq isə 2-dir. Məchul çıxılanı tapmaq üçün nə etməliyik? Bəli, azalandan fərqi çıxmalıyıq. Yəni 10-dan 2-ni çıxırıq. 10 çıx 2 neçə edir? Bəli, 8 edir. Deməli, 10 çıx 8 bərabərdir 2-yə. Əhsən sizə. Tapşırıqlar. Həyətdə 8 nəfər uşaq futbol oynayırdı. Bir neçə nəfər də onlara qoşuldu. Oyunda 10 nəfər oldu. Oyuna neçə nəfər qoşulmuşdu? Əziz şagirdlər, video fasilə verərək tapşırığı özünüz həll etməyə çalışın. Gəlin indi isə tapşırığın həllinə birlikdə baxaq. Deməli, həyətdə 8 nəfər uşaq futbol oynayırdı. Yazırıq 8. Bir neçə nəfər də onlara qoşuldu. Əziz şagirdlər, siz bilirsinizmi oyuna neçə nəfər qoşulur? Xeyr, bilmirik. Deməli, bu ədəd bizim üçün məchuldur. Bəs sizcə, əgər oyuna yeni uşaqlar qoşulursa, bu zaman uşaqların sayı artar, yoxsa azalar? Doğrudur, artar. Bunun üçün biz toplama əməlindən istifadə edirik. Və beləliklə, neçə nəfər olur oyunda? Doğrudur, 10 nəfər olur. Yazırıq. 8 üstəgəl məchul ədəd bərabərdir 10. Burada bizdə məchul toplanan cəm var. Məchul toplananı tapmaq üçün cəmdən digər toplananı çıxmalıyıq. Yəni 10-dan 8-i çıxırıq. 10 çıx 8 neçə edir? Doğrudur, 2 edir. Deməli, məchul toplanan 2-dir. 8 üstəgəl 2 bərabərdir 10-a. Bu deməkdir ki, oyuna 2 nəfər qoşulmuşdu. Baxaq. Bəli, doğrudur. Əhsən sizə. Əziz şagirdlər, biz bugün sizinlə məchulun tapılması mövzusunu öyrəndik. Bu mövzuyla bağlı bir sıra tapşırıqlar həll etdik. Ümid edirəm ki, dərs üçün tam aydın oldu. Gələn dərslərdə görüşənədək.